Salam, hər vaxtınız xeyir olsun. Dövlət maliyyəsi fənnində sizləri xoş gördük. Bugün keçəcəyimiz mövzu maliyyə bazarı və maliyyə bazarı mövzusunda sizinlə maliyyə bazarının mahiyyəti, maliyyə bazarının məzmunu, funksiyaları və strukturu, maliyyə bazarının təsnifatı, maliyyə bazarının iştirakçıları və vasitəçiləri haqqında söz açacağam. İlk olaraq birinci sualımız maliyyə bazarının mahiyyətidir və burada mən demək istərdim ki, iqtisadiyyatda maliyyə bazarları dedikdə qiymətli kağızlarla, xüsusən də səhm və istiqrazlarla, həmçinin də qiymətli materiallarla, yaxud kənd təsərrüfatı məhsulları ilə və ya da qarşılıqlı yazılı edilən aktivlərlə ticarəti təmin edən mexanizm başa düşülür. Son illərdə maliyyə bazarları kəmiyyət və keyfiyyətcə sürətlə inkişaf edir. Bütövlükdə likvidliyi yaxşılaşdırmaq məqsədi ilə daim innovasiya səviyyəsində olmuşdur və müasir durumda maliyyə bazarını bir anlayış kimi müəyyən etmək elə də asan deyil. Çünki çox hallarda bu məsələ dolaşıqlıq və qarışıqlıq yaradır. Maliyyə bazarlarına maliyyə məhsulunun satışına yardım edən təşkilati struktur kimi baxmaq olar. Buna misal olaraq fond birjalarını aid edə bilərik və bundan əlavə maliyyə bazarları dedikdə maliyyə məhsullarının satış yeri və ya satıcı ilə alıcının qarşılıqlı əlaqəsinin bir üsulu yaxud bir məkanı kimi qeyd edə bilərik. Bu birja bilavasitə əlaqə və digər formalarda ola bilər. Maliyyə bazarları daxili və xarici bazarlar formasında mövcud olur və özünə aşağıdakı bazar növlərini daxil edir. Kapital bazarı, əmtəə birjaları, pul bazarı, kredit bazarı, valyuta bazarı, sığorta bazarı, törəmə maliyyə alətləri bazarı və burada futures və forward müqavilələri bazarı daxildir. Bütövlükdə maliyyə bazarlarını biz bu formada ifadə edə bilərik. Maliyyə məhsullarının satışına yardım edən təşkilat və idarələr. Belə ki, fond birjası səhm, istiqraz satışını təmin edir. Maliyyə məhsullarının satışı üçün isə satıcı ilə alıcının əlaqələndirilməsi, məsələn, səhm satışı ilə alıcı arasında müxtəlif yollarla birjada bilavasitə alıcı ilə satıcı arasında olan münasibətləri özündə təzahür edir. Maliyyə bazarları milli və beynəlxalq bazar kimi təsnifləşdirilir. Maliyyə bazarının əsas tərkib hissələrindən olan kapital bazarı özü özlüyündə də aşağıdakı bazar növlərindən ibarətdir. Səhm bazarından ibarətdir. Burada adi səhm buraxmaq yolu ilə şirkətin layihələrinin maliyyələşdirilməsini təmin edir və onunla da ticarət etməyə imkan verir. İstiqraz bazarı bu istiqraz buraxmaq yolu ilə şirkətin layihələrinin maliyyələşdirilməsini təmin edir və onlarla ticarət etməyə imkan verir. Əmtəə bazarını buna aid edə bilərik. Burada əmtəələrlə ticarət təmin olunur. Pul bazarında qısa müddətli borc maliyyələşdirilməsi və investisiyalar təmin edilir. Törəmə maliyyə alətləri bazarı, burada maliyyə risklərinin idarə edilməsi alətləri təmin edilir. Futures bazarı, burada gələcək tarixdə əmtəə ticarəti üçün standartlaşdırılmış forward müqavilələri təmin edilir. Sığorta bazarı, sığorta bazarında müxtəlif risklərin yenidən bölüşdürülməsi təmin edilir. Valyuta bazarında xarici valyuta ilə ticarət təmin edilir. Kapital bazarı elə qiymətli kağızlar bazarıdır ki, burada şirkətlər və dövlət uzunmüddətli resurslar cəlb edə bilir və kapital bazarı səhm və istiqraz bazarlarından ibarətdir. Kapital bazarı üzrə birinci və ikinci bazarlar daxildir. Yəni, ilk dəfə buraxılan qiymətli kağızlar birinci bazarda alınır və satılır. İkinci bazar isə qiymətli kağızlara olan investisiyalara, onları satmağa və ya əvvəllər buraxılmış qiymətli kağızları almağa imkan verir.
İkinci sualımızsa maliyyə bazarının məzmunu, funksiyaları və strukturudur. Maliyyə bazarı maliyyə aktivlərinin yaradılması və onunla mübadilə üçün təşkil olunan institusional bir strukturdur. Maliyyə bazarları kapitalın səfərbər edilməsinə, kredit təqdim olunmasına, pul əməliyyatları mübadiləsinin həyata keçirilməsinə və əmtəə istehsalında maliyyə vəsaitlərinin səmərəli yerləşdirilməsinə istiqamətlənmişdir. Maliyyə bazarlarında alqı-satqı obyekti kimi müxtəlif maliyyə alətləri, həmçinin də xidmətlər çıxış edir. İlkin maliyyə bazarı yeni maliyyə alətlərinin işə salınması ilə bağlıdır. İkinci dərəcəli maliyyə bazarı isə maliyyə alətlərinin alınıb satılmasını həyata keçirən bir bazar növüdür. Bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyata müdaxilə səviyyəsi, dövlətlə müəssisələrin qarşılıqlı fəaliyyəti də maliyyə bazarına birbaşa təsirini göstərir. Maliyyə bazarları elə bir bazar formasıdır ki, burada əmtəə kimi məhz maliyyə resursları çıxış eləyir. Maliyyə bazarları pul vəsaitlərinin iqtisadi subyektlər arasında bölüşdürülməsini təmin edən bazardır. Maliyyə bazarlarının əsas məqsədi pul vəsaitlərinin səmərəli şəkildə səfərbər edilməsini və onların maliyyə resurslarına ehtiyacı olanlara satışını təmin etməkdən ibarətdir. Və bu halda biz səmərəlilik dedikdə bir neçə amili nəzərdə tuturuq. İlk olaraq resursların satışa qoyulduğu andan onların alışı və təsərrüfat dövriyyəsində istifadəsi anadək keçdiyi minimum qısa müddət və digər isə resursları onların ilk sahibləri tərəfindən satdığı qiymətlə son istehlakçının onları aldığı qiymət arasında minimum uyğunsuzluğun, yəni ki, fərqin olması. Maliyyə bazarlarının yaranmasının zəruriliyinin əsas amillərindən biri məhz iqtisadiyyatda maliyyə ehtiyatlarının qeyri-bərabər bölgüsüdür. Çünki bu bölgü zamanı müəssisələrin bir qisminin maliyyə ehtiyatlarının artıqlığı, digər qisminin isə maliyyə ehtiyatlarının çatışmazlığı üzə çıxır. Və bu zaman maliyyə ehtiyatlarının bir müəssisədən digərinə doğru hərəkətinin təmin olunmasının mühüm forması kimi məhz maliyyə bazarı çıxış edir. Deməli, maliyyə bazarı pul vəsaitlərinin sahiblərindən ehtiyacı olanlara doğru yönəldilməsində vasitəçi rolunu oynayırlar. Maliyyə bazarları kapitalın tələb və təklif arasında vasitəçilərin köməyi ilə kreditor və borcalanlar arasında yenidən bölüşdürmə mexanizmidir. Maliyyə bazarlarının mahiyyətindən danışmışkən, mütləq şəkildə maliyyə bazarlarının yerinə yetirdiyi funksiyaları da qeyd etmək istəyirəm. Çünki məhz funksiyalar vasitəsilə biz maliyyə bazarlarının mahiyyətini daha dəqiq araşdırmış olacağıq. Maliyyə bazarlarının funksiyaları, demək, ilk funksiyası məhz fəaliyyətsiz pul vəsaitlərini borc kapitalına çevirməkdən ibarətdir. Yəni, maliyyə bazarları bazar iqtisadiyyatında müstəsna rol oynayır və onun vasitəsilə pul hesablaşmalarının və müəssisələrin, təşkilatların və əhalinin yığımlarının böyük hissəsi həyata keçirilir. Növbəti funksiya pul vəsaitlərinin bir mülkiyyətçidən, yəni kreditordan, digərinə, yəni ki, borcalana, yəni pula ehtiyacı olanlara hərəkətini təmin etməkdən ibarətdir. Və təcrübədə o müvəqqəti sərbəst pul vəsaitlərinin və qiymətli kağızların alqı-satqısı, maliyyə ehtiyatlarının bölüşdürülməsi ilə bağlı iqtisadi münasibətləri ifadə edir. Və hazırda dünya miqyasında maliyyə vəsaitlərinin böyük hissəsi məhz maliyyə bazarı vasitəsilə bölüşdürülür. Maliyyə bazarının növbəti funksiyası məhz bazarda alıcı ilə satıcının birbaşa görüşməsi zamanı satışa çıxarılan aktivlərin real bazar qiymətlərinin müəyyən edilməsidir. Burada həmçinin aktivlərin geri ödəmə səviyyəsi və onun müddətləri də müəyyənləşdirilmiş olur. Növbəti funksiya maliyyə bazarları investorlar üçün pullarını ən səmərəli istiqamətlərdə yerləşdirmək üçün yer,
imkan və şərait yaradırlar. Bu vaxt nəinki ölkə, hətta bütün dünya üzrə seçim imkanı yaranır. Busa firmalar üçün ən sərfəli qiymətlə maliyyə mənbəyi tapmağa imkan verir. Və maliyyə bazarlarının sonuncu funksiyası maliyyə ehtiyatlarının köçürmə xərclərinin minimuma endirilməsindən ibarətdir. Köçürmə xərclərinə biz araşdırma və informasiya xərclərini aid edirik. Maliyyə resurslarının ilkin satıcıları və həm də son istehlakçıları adətən üç qrupa bölünür. Bu təsərrüfat subyektləridir. Yəni təsərrüfat subyektləri deyəndə biz müəssisə və təşkilatları nəzərdə tuturuq, fiziki şəxslər və dövlət. Maliyyə resurslarının alqı-satqısı iki yolla həyata keçirilir. Birincisi, maliyyə vasitəçilərinin köməyi olmadan bilavasitə satışla onun istehlakçılarına çatdırılır. İkinci yol isə bir və ya bir neçə vasitəçinin köməkliyi ilə həyata keçirilir. Və maliyyə vasitəçiləri kimi pul vəsaitlərinin idarə edilməsində həyata keçirən kredit təşkilatları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, qeyri-dövlət pensiya fondları, investisiya fondları və həmçinin də sığorta şirkətləri çıxış edir. Bu yuxarıda dediklərimdən görünür ki, maliyyə bazarının bütün tərkib hissələri bir-biri ilə sıx bağlıdır və bir-birindən ayrı fəaliyyət göstərə bilmir. Və buna görə də maliyyə bazarı kapitala olan tələb və təklif əsasında vasitəçilərin köməyi ilə kreditorlarla borcalananlar arasında kapitalın yenidən bölüşdürmə mexanizmi kimi xarakterizə olunur. Növbəti sualımız, üçüncü sualımız maliyyə bazarının təsnifatıdır. Maliyyə bazarı anlayışının müəyyən edilməsinə müxtəlif yanaşmalar mövcuddur. Yəni ki, iqtisadi nöqteyi nəzərdən maliyyə bazarları qiymətli kağızların emissiyası, onların yerləşdirilməsi və ümumilikdə maliyyə alətlərinin alqı-satqı aktları ilə bağlı iqtisadi münasibətlər sistemini ifadə edir. Təsnifat nöqteyi nəzərdən isə maliyyə bazarlarına maliyyə alətlərinin emissiyasını, alqı-satqısını həyata keçirən maliyyə institutlarının və iqtisadi subyektlərin məcmusu kimi də baxmaq olar. Maliyyə bazarlarının başlıca təyinatı yığılıb qalmış maliyyə resurslarının son istehlakçılar arasında səmərəli bölüşdürülməsini təmin etməkdən ibarətdir. Və bu vəzifənin həll edilməsi həm obyektiv, həm də subyektiv səbəblər üzündən olduqca çətindir. Ona görə ki, maliyyə bazarının iştirakçılarının mövcud əks maraqları və maliyyə öhdəliklərinin yerinə yetirilməsinin yüksək riskli olması məhz bu sahəni mürəkkəbləşdirir. Maliyyə bazarlarını bir sıra əlamətlərinə görə biz təsnifləşdiririk. İlk təsnifləşdirmə məhz vəsaitlərin yerləşdirilməsi müddətinə görədir. Vəsaitlərin yerləşdirilməsi müddətinə görə maliyyə bazarları pul bazarına və kapital bazarına bölünür. Pul bazarlarında vəsaitlər bir il müddətinə yerləşdirilir, kapital bazarında isə vəsaitlər bir ildən artıq müddətə yerləşdirilir. İkinci təsnifləşdirmə pul axınlarının təşkili formasına görədir. Pul axınlarının təşkili formasına görə biz maliyyə bazarlarını kredit bazarına, qiymətli kağızlar bazarına, lizinq xidmətləri bazarına və sığorta və valyuta bazarına bölürük. Növbəti təsnifləşdirmə vəsait mənbələrinin olduğu yerə görə təsnifləşdirmədir. Bura biz daxili maliyyə bazarlarını, yəni milli maliyyə bazarları aid edirik. Bu bazarların resursları ölkənin daxili mənbələrinə əsaslanır və dünya maliyyə bazarlarını bura aid edirik. Dünya maliyyə bazarları isə bu bazarların resursları müxtəlif dövlətlərin rezidentlərinin vəsaitləri hesabına əmələ gəlir. Növbəti təsnifləşdirmə məhz vasitəçilərin iştirakına görədir. Vasitəçilərin iştirakı olmadan birbaşa bazarlara bölünür və peşəkar vasitəçilərin iştirakı ilə həyata keçirilən bazarlar. Eyni zamanda maliyyə resurslarının ilkin satıcıları və həm də son istehlakçıları üç qrupa bölünür. Bu təsərrüfat subyektləridir, fiziki şəxslərdir və dövlətdir. Növbəti təsnifləşdirmə
məhz inkişaf səviyyəsinə görə maliyyə bazarlarının təsnifləşdirilməsidir. Maliyyə bazarları burada inkişaf etmiş və inkişaf etməkdə olan bazarlara bölünür. İnkişaf etmiş maliyyə bazarları üçün bir sıra xüsusiyyətlər xarakterlikdir. Bura yüksək sabitlik, inkişaf etmiş infrastruktur, təminat sistemi, sığorta və investorların hüquqlarının qorunması, maliyyə riskinin azaltmağa kömək edən kredit bürosu və reytinq agentliyi sistemi, şəffaflığı təmin edən audit və qiymətləndirmə sistemi, rəqabətin inkişafını stimullaşdıran birja sistemi və bir sıra xüsusiyyətləri qeyd edə bilərik. İnkişaf etməkdə olan maliyyə bazarları üçün isə digər xüsusiyyətlər xarakterlikdir. Bunları mən sabitliyin olmamasını qeyd edə bilərəm. İnkişaf etmiş ölkələrdə müqayisədə yüksək riski qeyd etmək olar. Riskin sığortalanması sisteminin zəif inkişafı, infrastrukturun inkişaf etməməsi, məlumat sisteminin zəifliyi, bazarın aşağı səmərəliliyi, satışa çıxarılan maliyyə resurslarının həcminin azlığı və maliyyə vəsaitlərinin çatışmazlığı səbəbilə xarici maliyyə bazarlarına inteqrasiyanın çətinliyi və bir sıra digər xüsusiyyətləri də qeyd etmək olar. Dördüncü sualımız isə maliyyə bazarının iştirakçıları və vasitəçiləridir. Maliyyə bazarlarının iştirakçıları və ya subyektləri aşağıdakılardır. Bunlar əsas iştirakçılardır. Bunlara biz investorlar, əmanətçilər və borc alanları aid edirik. İnvestorlar tələbatından artıq maliyyə ehtiyatlarına malik olan və bu ehtiyatları investisiya kimi istifadə edən müəssisə və təşkilatlardır. Əmanətçilər şəxsi istehlakı azaltmaqla müəyyən məqsədlər üçün müxtəlif yığımlar həyata keçirən fiziki şəxslərdir. Borc alanlar isə kifayət qədər maliyyə ehtiyatlarına malik olmayan və ya maliyyə ehtiyatlarının çatışmazlığını hiss edən müəssisə və təşkilatlar, həmçinin də dövlət hakimiyyəti orqanlarıdır. Və iştirakçılardan əlavə maliyyə bazarlarında vasitəçilər də mövcuddur. Biz bunları subyektə adlandırırıq və subyekt kimi fəaliyyət göstərən vasitəçilərə isə aid edə bilərik biz maklerlər, dilerlər və ixtisaslaşdırılmış maliyyə kredit institutları. Maklerlər, onlar hüquqi vasitəçi kimi çıxış edirlər, investorların və ya borc alanların tapşırığı əsasında fəaliyyət göstərirlər və komisyon haqqı alırlar. Maklerlər hüquqi və fiziki şəxs ola bilərlər. Dilerlər sərbəst şəkildə fəaliyyət göstərirlər və bəzi hallarda digər vasitəçilərlə, hətta investor və borc alanlarla birbaşa müqavilə bağlayırlar və dilerləri məhz maliyyə bazarlarının alverçiləri adlandırırlar. İxtisaslaşdırılmış maliyyə kredit institutları isə bunlara investisiya bankları, maliyyə şirkətləri, sığorta şirkətləri və sair aid edə bilərik və ixtisaslaşdırılmış maliyyə kredit institutları həm investor, həm borc alan, həm də vasitəçi kimi çıxış edə bilərlər. Və bununla da maliyyə bazarı mövzusunu yekunlaşdırmış olduq. Növbəti görüşlərə dək.